Vətən müharibəsinin başa çatmasından sonra keçirilən 6 müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanan 24 nəfər müharibə iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib. Bunu Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc hüquqşünasların and içmə mərasimində deyib. O bildirib ki, bugün qulluğa qəbul olan gənclərdən biri Vətən müharibəsinin, biri isə Azərbaycanın suverenliyinin bərpası uğrunda 2023-cü il sentyabrın 19-20-sində Qarabağ İqtisadi Regionunda qanunsuz erməni silahlı birləşmələrinə qarşı keçilən antiterror əməliyyatlarının iştirakçısı olmaqla artıq prokurorluq orqanlarında xidmətlərini davam etdirəcəklər. Tədbirdə prokurorluq orqanlarında qulluğa yeni qəbul olunan gənclərin and içmə mərasimi iştirakçıları adına Prezident İlham Əliyevə müraciət qəbul edilib. Qeyd edək ki, bugün 51 prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc hüquqşünas and içib. Biz təbii ki, prokurorluqda gender bərabərliyinə də çalışırıq ki, fikir verək. Amma məni düz başa düşürüm, gender bərabərliyi deyəndə bu statistika xəttinə deyil ki, yəni neçə faiz xanım əməkdaş olsun, neçə... Burada söhbət düzgün balanslaşmadan söhbət edir. Çünki biz nəzərə almalıyıq, prokurorluq orqanlarının fəaliyyətini də biz nəzərə almalıyıq. Yəni bu reallıqdır, bunu biz etiraf etməliyik. Yəni bu faktor var. Amma son zamanlar 2020-ci ildən bu tərəfə ilbəil biz xanım əməkdaşları daha çox prokurorluq orqanlarına qəbul edirik.